Qonşuların Wi-Fi-na bir qoşulmuşam, bir qoşulmuşam. Niyə öz megabaytın Wi-Fi-niz yoxdur? Qonşunun Wi-Fi-nə qoşulsan özdə bir gün. Ömür boyu mış olmuşam. Mışdığını bilirəm, hə? Yəni biraz mışdığın var. Zarahat edirlər. Mənə qarşı görməmişəm, amma başqalarına qarşı biraz yüngül mışdığım var. Ömür boyu onun bunun şokuna yaşamısan. Ömür boyu mış olmuşsan. Hə, mənim 23 yaşım var. Mən deyənə kimsə şokuna heç bir qəpiyinə belə möhtac olmamışam. Qalsın ki, mış olam. İndi qonşunun Wi-Fi-nə qızadına qoşulmuşsan. Gözlüksə kontratım yox, problem deyil. Mış olmuşsan. Tək eləməyəni kimi hammış olsun, elə göçədirmiş olmuşsan. Nə qədər atım, nə qədər götürsən megabayt, nə lazım, denəmə edeyim. Könlün necə dəyişdir yığ. O da istəməyin təzə metoddur da, mən atandan sonra denəmək istəməmişdimdir. Könlün nə istəyir, onu at demək istəyirəm. Ay sənin mış. Sənün acımışam artıq. Zaten ilə qarnımın dərdi var da, megabaytın qutarıb, acımı sahə eləmişsən, yaxşı gözlə. Səndə olan priyomlar heç kimdə yoxdur, Quranım olsun. Ki mənə bircə dəfə yeyib içirəmdir. Hala həm yeyib içərsən, həm megabaytı, həm Wi-Fi-ni vurarsan, qarnın da tox olar, gözün də tox olar. Çox sevirəm. Priyom zanı başdan ayağa. Qarışıq kebablardan ye, ürəyin nə istəyirdi? Get nə ürəyin istəyir, al ye, megabaytı, hər şey belə. Yəni dəsən azlıq oldu da dəsən, hə? Bizə könlün dəsən xoş olmadı.